Ümumiyyətlə belə bir söz var ki, İngiltərədə Bundesliga taksi, yəni Bundesliga vergisi deyilən bir şey var. Statistikaya görə Bundesliga ki, əks hücum çempionatı olduğuna görə, orada hücum edən futbolçunun özünü göstərməyi daha rahatdır. Ən böyük bariz nümunəsi mən uzağa getdim, Eintracht Frankfurta baxaq. Komanda möhtəşəm şəkildə hücum edir, amma arxası müdafiəsi çox problemlidir. Bir bu adaptasiya söhbəti var ki, bir neçə problem var. Bütün problemlərindən biri odur ki, adam bir növ fiziki cəhətdən İngiltərə çempionatı çox zəifdir. Yəni Qalatasaray ilə oyunda da gördük ki, Qalatasaray müdafiə fiziki cəhətdən onu əzdi. 3, siz dediyiniz kimi Virtsə klassik mövqeyin tutulmamağıdır. Çünki Virt Liverpool Qalatasaray oyununda həm 10 nömrə mövqeyində oynadı, həm sol cinah winger mövqeyində oynadı. İdeya odur ki, zaten Virt sol ayaqdır deyənə soldan gəlib cərimə meydançasına girir. Amma Liverpoolun özünə də demək lazımdır ki, yəni ki, Liverpoolun özündə də problem var ki, Virt o həmin kənar 10 nömrə mövqeyi var ha. Orada boş mövqeyə çıxa bilir. Hətta komanda mövqe hücumunda olanda belə. Amma o zaman Bayer Leverkusen yadınızda Qarabağla maçda Virs oyuna girdikdən sonra oyun dəyişmişdi. Qarabağla maçda. Burada da nəyə görə? Çünki o boş alanları tapır, amma orada ona pas gəlmir Liverpooldan. Bir də ki, Arda Güler kimi Virtsin xətlər kəsici, yəni əgər rəqib, məsələn Qalatasaray ikinci hissədə 2 xətlə qapıda oturub, həmin o qapı arkada oturan 2 xətlər kəsici pasları var, ondan da istifadə eləmir komanda. Yəni Liverpoolun özündə də əlbəttə söz var, amma əlbəttə ki, əsas məsuliyyət Virtsin üzərinə düşür. Yəqin ki, bilirsiniz ki, adamın İngiltərə Super Kuboku istisna olmaqla 8 oyunda 0 qol və 0 asisti var və bu çox ciddi bir problemdir. Bir asisti var səhv eləmirəmsə. Bir asist Super Kubokdadır. Ona görə də Super Kubokda rəsmi saymırlar.